Salam, xoş gördük hər birinizi. Bugün mən sizlə natural ədədlərin yuvarlaqlaşdırmasından danışacağam. Bundan öncəki videoda planlaşdırırdım ki, həmin videonun içərisində olsun. Sadəcə videolar uzun olmasın deyə sadə və mürəkkəb ədədlərin izahı ilə bitirdim və indi yuvarlaqlaşdırmadan danışacağım sizə. Bir ədəd yazaq və həmin ədəd üzərində hesablamalar apararıq. Məsələn, bu ədədi götürdük. Qayda belədir, kitabda müəyyən bir hissəni sizin üçün çəkdim ki, bir də əl yazma ilə daha yazıb vaxt itirməyim. Natural ədədləri yuvarlaqlaşdırmaq üçün əvvəlcə tələb olunan mərtəbəni, rəqəmi seçilməlidir. Məsələn, indi biz başlayaq 10-luq. 10-luğa qədər yuvarlaqlaşdırmaq istəyirik. 10-luğa qədər yuvarlaqlaşdırmaq istədikdə əvvəlcə 10-luq mərtəbəsini tapmaq lazımdır. Sondan əvvələ doğru mərtəbələri saya-saya gedəcəyik. 5 təklikdir, 3 10-luq mərtəbəsidir. 3-ün altına xətt çəkdik, qeyd elədik. İndi seçilmiş rəqəmin sağında həmin bu ədədlərdən hər hansı biri deyir olarsa, bu zaman mərtəbəmiz, seçdiyimiz rəqəm bir vahid artacaq və ondan sağdakı rəqəmlər 0 ilə əvəzlənəcək, 0-a çevriləcək. Yəni necə? 3-də biz 10-luğa qədər yuvarlamaq istəyirik. 3-ü seçdik. 3-dən sonra gəlib 5. Və bu burada seçilən ədədlərdəndir. Yəni 5, 6, 7, 8, 9 olarsa, seçdiyimiz mərtəbə bir vahid artacaq. Yəni olacaq yuvarlamanın işarəsi 9 və 3 bir vahid artır olur 4. Həmin mərtəbədən sonraki deyir sağda qalanlar 0 ilə əvəzlənəcək. Oldu 0. Və biz bunu 49935 ədədini yuvarladıq, elədi 49940. İndi, məsələn, eləyək 1000-liyə qədər. 1000-liyə qədər yuvarlamaq istəyirik. Qaydanın davamını da oxuyaq. Əgər rəqəmin sağındakı rəqəm 0, 1, 2, 3, 4 olarsa, bunlardan hər hansı biri olarsa, seçilmiş rəqəm, həmin mərtəbəmiz dəyişmir və həmin rəqəmin sağındakı rəqəmlə 0 ilə əvəzlənəcək. Yəni, burada hər ikisində də, iki qaydanın ikisində də oxşar cəhəti nədir? Və yuvarlayarkən seçdiyimiz mərtəbədən sonrakıların hər biri 0 ilə əvəzlənəcək. Neçə dənə olursa olsun, hamısı 0-a çevriləcək. Əsas məsələ seçdiyimiz mərtəbədəki olan dəyişikliklərdir. 5-dən yuxarı olarsa artacaq, 5-dən aşağıları olarsa artmayacaq, olduğu kimi qalacaq. Həmin ədədi bir də yazıram. 499, 49935. Yuvarlamaq istəyirik 1000-liyə qədər. Əvvəlcə 1000-lik mərtəbəsini seçək. Təklik, 10-luq və 100-lük, 1000-lik. Deməli, 9-dan seçdik ki, bizim 1000-lik mərtəbəmiz 9-dur. 9-dan sonra gələn ədədə baxırıq. Yəni, ilk sağındakı ədədə baxırsınız da, ondan sonra gələnlər sizə lazım deyil. İlk sağında dayanan ədəd bu. Sağında dayanan ədədə baxırsınız. Bu da 9-dur. Deməli, bizim seçdiyimiz mərtəbə bir vahid artacaq. Bir vahid artdıqda olacaq 0 və ondan 10 daha doğrusu 0 yazır. Təbii ki, bura 10 yazmırıq. Bəzən uşaqlar yazır 410 deyə. Belə yox, diqqətli olun. Deməli, 9 bir vahid artır olur 10. Yəni 0 yazdıq bir yadda. Həmin o bir də gəlir bura. Mərtəbədən sonraki ədədlər çevrilir 0-a. Deməli oldu 50 və geri qalanda 3 dənə 0 yazdıq. Bu da 1000-lik mərtəbəsi. Bir dənə də 100-lük yazaq. 100-lük, 100-lük. Həmin ədədi bir daha yazaq. Başqa ədəd də seçmək olur. Sadəcə bir ədədin üzərində yazıram. Deməli, 100-lüyə qədər yuvarlamaq istəyirik. Mərtəbəmizi seçək. Təklik, 10-luq, 100-lük. Dayandı 9-da. 9-dan sonra gələn 9-un yəni sağındakı ədədə baxarıq. Bu 3-dür. 3-də də dediyimiz kimi artım olmur. Yəni
mərtəbə olduğu kimi qalacaq. 499 qaldı. Həmin mərtəbədən sonraki rəqəmlər sıfıra çevriləcək. Bu qədər. Məsələn, bəs belə olsaydı. 5. Bu formada olsaydı və bizə həmin burada istəsəydi ki, onluğa qədər yuvarlayın. Onluğa qədər yuvarlayın dedikdə, onluq mərtəbəsini seçirik. Təklik, onluq. Gəldi, dayandı 9-da. 9-dan sonra gəlib, sağında dayanacaq 5-dir. Aha, bu da deməli, bizim mərtəbəmizi bir vahid böyüdəcək. Bir vahid böyütdükdə eləyir 10. Yəni 0. Bu çevrildi. Buranı silim. Çevrildi. 10 oldu. 0 yazdıq bir yadda. Həmin o 1 gəldi bunun üzərinə. Yenə 10 elədi. 0 yazdıq bir yadda. Yenə də 10 elədi. 0 yazdıq bir yadda və 5. Mərtəbədən sonraki ədədimiz də 0-a çevrilir. Olur 50.000. Və ya belə bir getməsəz də olar da. Siz birbaşa elə 4999-a baxsaz, bir vahid artıranda nə olacaq? 5000. Yanına da bir 0 elədi 50.000. Bu natural ədədlərin yuvarlaqlaşdırılması inşallah sizin üçün aydın olar. Təbii ki, natural ədədlərin yuvarlaqlaşdırılması onluq kəsirlərlə də olur. O da biraz maraqlıdır. Onu da onluq kəsirlər keçdikdə izah eləyərik. Zamanımız qaldığına görə davam eləyək və tək cüt ədədlərdən də bir-iki izahlar verək. Deməli, tək cüt ədədlər nələrdir? Tək ədədlər sonu 1, 3, 5, 7, 9. Bunlardan hər hansı ilə biri ilə bitənlərə deyilir tək ədədlər. Yəni, sizə bu ədədin qarşısında neçə dənə ədədin dayanması önəmli deyil. Əsas sondakı ədəddir. Əgər sondakı ədəd bu ədədlərdə hər hansı biri ilə bitirsə, deyirik ki, bu ədəd tək ədəddir. Bəs cüt ədəd nədir? Sonu 0, 2, 4, 6, 8. Yəni, cüt ədədlərlə bitən və 0-la bitən bütün ədədlərə deyilir cüt ədədlər. Deməli, tək cüt ədədlərlə bağlı bir neçə deməli, bərabərliklər var. Testlərdə də sizin qarşınıza belə çıxacaq. Məsələn, T vurulsun C, T üstə gəlsin C. Sizə çaşdırmasın. T burada tək ədəd olduğunu bildirir. C burada cüt ədəd olduğunu bildirir. Yoxlamaq üçün də özünüzdən kiçik bir ədədləri yerinə qoyub yoxlaya bilərsiniz. Məsələn, tək ədədlərdən 3 qoya bilərik. Həmişə yazanda kiçik ədədlərdən istifadə edin ki, zaman itməsin, hesablama tez getsin. Cüt ədədlərdən də 2-ni götürsək, 2 ilə 3-ün hasili 6 eləyir. Deməli, təklə cütün hasili həmişə cüt ədəddir. Bu da tək və cüt ədədlər haqqında izahlarımız bu qədər. Suallarınız yaranarsa suallarınızı verə bilərsiniz. Növbəti videolarda görüşənə qədər hələlik.